Peşəmlə əlaqədar olaraq dünyada bir neçə jurnalistin adını eşitmişəm. Sovet dönəmində məşhur Sovet jurnalistlərini eşitmişəm. O cümlədən Azərbaycanın çox möhtəşəm, çox görkəmli jurnalistləri var idi. Ali Mustafayev də jurnalist idi. Ancaq o adi jurnalist değildi. Ali Mustafayev Azərbaycan tarixində adı böyük hərflərlə yazılası əsl vətəndaş jurnalist idi. O alovlu vətənpərvər idi. Vətənini canından artıq sevən jurnalist idi və üstəlik şəhid jurnalist oldu. Ali Mustafayev həm də şəhid jurnalist kimi çox böyük əlçatmaz zirvəyə yüksəlib. O elə bir zirvəyə yüksəldi ki, o zirvəyə hər jurnalist yüksələ bilmədi. Bu zirvənin adı Ali zirvəsidir. Ali Mustafayevlə aramızda yaş fərqi var. Bunun amma dəxili olmayaraq nəyə bəyənmişəm Ali Mustafayevi? Ali Mustafayev tələbə vaxtı 2 dəfə mən işlədiyim Qazaxda nəşr olunan Qalibiyyət Bayrağı rayon qəzetinə istehsalat təcrübəsinə gəlib. Redaktora dedim ki, Qasım müəllim, mən onu tanıyıram. Hardan tanıyırsan? Dedim, burada orta məktəbdə oxuyanda bizə 1-2 dəfə məqalələr verirdi. Və sonra da dağlanla gəlirdi məqalənin soruşmağa ki, tanay. Cavan, gözəl də göyçək uşaq idi. Elə ilk günlərdən mən hiss elədim ki, o adi jurnalist deyil. Onu nəsə fikrini məşğul edən tamam başqa mövzulardır. Özü də Qazaxbəylidə yaşayırdı. Ali Mustafayev Qazax mahalının Qazaxbəyli kəndində 1952-ci il aprel ayının 14-də anadan olub. Zəhmətkeş bir ailədə. Ali ailədə 7-ci uşaq idi, mən isə son 5-ik. Yəni Ali ilə aramızda çox fərq olsa da bir-birimizə çox uyğunlaşırdıq. Həmişə mən bir şikayətim olanda, bir dərdim olanda onunla bölüşürdüm. Ali rəhmətlik bu həyatda böyüyüb, mənim uşaq yoldaşım olub, mənim kiçik qardaşımdır. Bu bağda görülən işlərin əksəriyyətini mənimlə bərabər Ali çalışıb. Bu armud Alının ata yurdunun məhsuludur. Rəhmətli atam deyərdi, bunun 200 ildən çox ömrü var. Mən gözümü açmışam, açmamışam, bu ağacı belə görmüşəm. Bu bağda onun zəhməti mənimlə bərabər nə lazımdır, hamısının əziyyətini çəkir, suluyub, verliyib, lazım olan ağaçları basırıb. Ali həmişə kitab əlindən düşməzdim, amma anam bir işə buyuranda elə baxırdın ki, Ali küncdə bucaqda ağac kölələrində dərs oxuyur, kitab oxuyur. Anam hərdən bir üstünə çığırardı ki, bir kitabını yerə qoy günən, gəl bir dediyim işləri yerinə yetir. Deyərdi, işdən əvvəl kitablarına savad 1-ci dərəcəlidir. 8-ci sinifini Qazaxbəylidə qutardı. Sonra Daş Salahlı kəndində 10 illik təhsil almağa getdi. 2 il orada Daş Salahlıda oxuyandan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə verdi. Həmən ili qəbul olmadı Ali. Bir neçə ay savxozda fəhlə kimi çalışdı və əskəriyə yolladılar. 2 il Dalni Vostokda xidmət elədi, qayıtdı, gəldi. Yenə işlərini verdi. Həmən ili yenə də qəbul olmadı Ali və Bakı Elektrik Maşın qayırma zavodunda işə girdi. 2 il orada işlədi Ali, sənədlərini Bakı Dövlət Universitetinin hazırlıq kursuna verdi. 1 il hazırlaşandan sonra Ali universitetə qəbul oldu. 1975-ci ildə. Və Ali Mustafayev jurnalistikada oxuyanda bizim qəzetə praktikaya gəlib. Tanışdıqdan məlum oldu ki, bu Bakı zavodlarının birindən əmək stajı toplayıb jurnalistikaya daxil olub. Və söhbətimiz ona görə yaxşı alınırdı, tuturdu praktika devrində barabar iş dalınca gedirdik, yazılar yazmağa gedirdik. Tələbəlik illərində hansısa bir qəzetdə kiçik redaktor kimi işləyirdi. Oradan ilk dəfə qonorar alanda anama bir məktub göndərmişdi. Bu ay pul göndərmə, ana, bu qəzetdən qonorar almışam yenə. Göndərdiyin o pulu balaca bacım üçün verərsən də ona. O həmən balaca bacı da mənəm.
Mən əsgər gedəndə mən uzağa düşmüşdüm. Ona görə mənə məktublar yazırdı. Hər məktub yazanda mənə şeir yazırdı. Yolunu gözləyir alı qardaşın, igidin dalınca axmasın yaşın. Heç dərdini çəkmə, ağarar başın, Allah qoysa sağ qayıdar vətənə. Alı oxuyan müddətdə jurnalistika fakültəsinə qəbul olmaq çox çətin bir məsələ idi. Alı, yəni ki, kəndli bir ailədə anadan olmuşdu. Məsəl üçün, fəhlə bir ailədə anadan olmuşdu. O öz savadınla, bacarığınla özü jurnalistikaya qəbul olmuşdu deyən kənd cəmaatı da bizlə baravar sevinirdi. Elə bir ki, o kəndə bir sevinç gətirmişdi onun qəbul olmağı. Doğrudan bizim təhsilimizin bir hissəsidir. Elə bir ki, açıq səma altında auditoriya idi bura. Boş dərsmi, nə bilim dərsdən sonra mı? Saat 4'ün yarısı olurdu, ayrılmaq istəmirdik burada. Yığışırdıq o fontanın şırıltısına. O Nəsir müəllim də buradadır. Xoş gördük Nəsir. Xeyr olun, nə yığışmıyıb maşallah. Maşallah. Nəsir müəllim bizim rəhmətli Alı Mustafayevin 65 yaşı da oldu. Xatirələrimizin məkanıdır. Rəhmətli Alı ilə burada nə qədər söhbətləşmişik. Alı tələbələrin yaşlısı idi, siz də müəllimlərin cavanı idiniz. Ona görə sizi daha çox bir yerdə görürdük. Alı Mustafayev 1976-1981-ci illərdə bizim fakültədə ali təhsil alıbdı. Mən də o vaxtı müəllimliyə təzə gəlmişdim. Alı orada elə birinci gündən mənim diqqətimi cəlb elədi. Özünün təpəzökarlığından, özünün çalışqanlığından. Alı ilə bizim aramızda təxminən bir 10 yaş fərq var idi. Mən də gec girmişdim universitetə, Alı da 24 yaşında girmişdi. Elə-belə taytuş kimi əslində biz birimizə münasibət bəsləyirdik. Və bəlkə də eyni bölgədən olmağımızın da ona təsiri var idi. Çünki danışığımız, ləhcəmiz bir-birinə uyğun gəlirdi. Nəsir müəllim, yadınızdadır, Alı o dövrdə oxuyanda elə bil ki, yaxşı çox idi, nə idi? Tələbəlik həyatında, öz həyatında elə çox sürətlə yaşayırdı. Bəli. Elədir, elədir. Yox. Şeir yazırdı, nə bilim... Televiziyada verilişlər aparırdı. Fəallıq var idi, tələbələr çox fəal idi. Televiziya jurnalistikasından dərs deyirdim və bunların da qrupuna getmişdim və onları Azərbaycan televiziyasına təcrübəyə aparırdım. İldə bir dəfə, 2 dəfə aparırdım və ora gedən kimi mən görürdüm ki, Alı xüsusi həvəslə studiyalarla tanış olur, oranın peşəkar jurnalistlərindən tanış olur, montajda iştirak eləyir, montaja baxır, eləyir, öyrənirdi və bu öyrənmələrin sonu görünmürdü. O çalışırdı ki, hər şey mənim səsin. Alı mənim qrup yoldaşım olub. Biz 5 il bir yerdə oxumuşuq. Bizdən təcrübəli idim. Ona görə ki, istehsalatdan gəlmişdi. İmkan vermirdi ki, biz tələbələr cızığımızdan çıxaq, müəllimlər demiş. Hətta tənəffüslərdə belə bizi başına yığardı, təzə şeirlərindən oxuyardı. Vətən haqqında, sevgi haqqında şeirlər oxuyardı. Ona görə həm də mən hiss eləyirdim ki, o çox yaradıcı bir insandır, həmişə nəsə axtarır. O hələ birinci kursdan belə, elə bilin ki, bir qədər kədərli görünürdü, bir qədər tutqun görünürdü. Və o yəqin ki, o şairindən irəli gəlirdi onun. Müəyyən ədəbi dərnəklərdə görüşürdük. Müəyyən yazılarını gətirib göstərirdi ara bir mənə ki, bu yazını necə düzəltmək olar, necə eləmək olar. Mən əlbəttə onun üslubuna əl vurmurdum heç vaxt. Universitetə girməmişdən onun yazıları qəzetdə dərc olunurdu. Mən onun imzasını tanıyırdım. Alı bizim jurnalistika fakültəsində oxuduğumuz illərdə mən onun dərsə hazırlıqsız olduğunu, hansı müəllimin yanındasa gözü kölgəli olduğunu heç vaxt hiss eləmədim. Çünki dərslərinə də yaxşı hazırlaşırdı, asudə vaxtını da yaxşı keçirdirdi. Bundan başqa qəzetlərə, televiziyaya, radioya da yazırdı. Yəni jurnalist olmağa hazırlaşırdı, özü də çox fəal surətdə hazırlaşırdı. Alının bu fakültəni yüksək səviyyədə, yəni əlaçı tələbədən də yuxarı, müəllimlərlə oturub duran bir tələbə səviyyəsində bitirməsi bir qəhrəmanlığıdır. O vaxt jurnalist tələbələrə təyinat məsələsi çox çətin idi. Əksəriyyətimizi rayon qəzetlərinə göndərirdilər. Alı Mustafayevin birbaşa dövlət televiziyasına, yəni yeganə olan televiziya
onun ən hörmətli redaksiyasına işə götürülməyi də bir qəhrəmanlığıdır. Çünki Alı yuxarı kurslarda, televiziyada verilişlər aparmışdı. Özünün professionallığı ilə, istedadı ilə, teleməkana bir nəfəs gətirməyi ilə diqqəti cəlb eləmişdi. Alı ekranda göründü, Alı sözün dedi. Alının bütün həyatı fakültə ilə bağlı olur. Hətta bu fakültədən bizim qrup yoldaşımızla evlənib. Bəli, bəli. Yəni jurnalist ailəsi yaratdı Alı. Kamil müəllim onun elçiliyini eləyir. Bilirəm. Alı universiteti oxuyub qutarandan sonra dedi ki, ay ana, heç fikirləşmirsəm ki, oğlum evlənəsidir. Anam dedi, ay bala, o sənin ürəyindən keçən bir şeydir. Mən sana çoxdan deyirəm ki, evlənmək vaxtın keçib, 30'u haqlayıbsan. İndi evlənmək vaxtı gəldi, çatdı. Anam dedi ki, nə olar, mən hazır gedib kənddən, kəsəkdən bir qəşəng qız seçək alaq. Dedi, yox, sana Abşeron laləsi gətirəcəm. Xallı bir lalə gətirəcəm sən. Anam dedi, ay bala, şəhər qızından kənddə gəlin olmaz. Onlar şəhərdə böyüklər, kəndin tipini bilmirlər, səmtini bilmirlər. Gəlib o burada gəlin olarmı? Dedi, olar, olar. Sadə bir qızdır. Anam elçi getdi Lalə xanıma. Elçilədik. Bakıda da toy elədik, kənddə də toy elədik. Gözəl bir toy keçdi. 3 balaları oldu, 3 oğlu oldu. Tural, Toğrul, Ozal. Alının sevgisi Göyəzən dağının ucalığındadır. O sevgi oradan gəlir. Göyəzən dağının ətəklərindən gəlir. O torpağın yetişdirdiyi insanların təbiətindən gəlir. Alı da o insanlardan biri idi. O insanların hamısı biraz şair təbiətli olurdu. Yəni Alıda da bu hisslər vardı. Bəli, o Lalə xanımı sevirdi. Alının Laləyə yazdığı şeirlərin içərisində həm də bir ictimai motivlər var. O şeirlər təkcə bir qadına olan sevgi deyildi. O sevgi həm də xalqa olan sevgi idi, vətənə olan sevgi idi, millətə olan sevgi idi, Azərbaycan qadınlığına olan sevgi idi. O, Azərbaycan qadını necə görmək istəyir, ondan yazırdı. Onun ürəyindən qadın haqqında, ana haqqında, vətən haqqında, bacı haqqında çox böyük arzular, çox böyük ideyalar keçirdi. Alı böyük şairdir və gözəl şeirlər yazırdı. Ona görə onun şeirləri hamının ürəyindən xəbər verirdi ki, hər kəs o şeirlərdə öz hissinin bir parçasını tapırdı. Alı hərdən içəri girirdi, çox qəribə bir adəti var idi onun belə. Girirdi gülə-gülə, əlində həmişə bir əli cibində olurdu, deyirdi. Qıza bir şeir yazmışam. Bir şeir yazmışam, deyirdim, de gəlsin. Başlayırdı oxumağa və ən başlıcası nə idi? Çox sözlərini bir Qazax ləhcəsi ilə işlədirdi. Qazax ləhcəsi ilə deyirdi və təbii ki, yazıda bu yox idi, amma o bilirdi ki, mənim xoşum gəlir o ləhcədən. Ona görə o Qazax ləhcəsi ilə şeirlərini oxuyurdu və bu şeirlərin içərisində mənim ən çox xoşuma gələn bilirsiniz nə idi? Alının səmimiyyəti, Alının anasına məhəbbəti, ailəsinə məhəbbəti, qardaşlarına, bacılarına münasibəti. Və hər gün öz otaqlarında kişilər çox idi, bir 4 nəfər kişi otururdular onlar. Gəldi bizim otağa, bizim otağımızdan bacılarına zəng vururdu. Hər gün, inanırsınız, bax, mən şahidəm ki, hər gün o bacılarına zəng vururdu. Hər gün problemləri ilə maraqlanırdı. Alı bölgə müxbirləri şöbəsinə rəhbərlik edirdi. 7-8 bölgə müxbirinin ağırlığı Alıya düşürdü. Bir neçə adam qədər çalışırdı. Bax, belə qayğılı günlərin birində 1988-ci il, səhv eləmirəmsə, fevralın 13-ü idi. Televiziyanın Qarabağ bürosundan Allahverdi Əsədov zəng vurdu ki, bəs bu dəqiqə Stepanakert-də, o vaxt Stepanakert idi, aləm dağılır, biz burada çəkiliş aparmaq istədik, bizi öldürmək istədilər, bir təhər canımızı qutarıb Ağdama gəlmişik. Alı necə sıçradısa yerindən, bu ola bilməz, bu ola bilməz, xəbər doğrultdu özün və erməni separatçılığı qəfil alovlanan bir alov kimi şiddətlənməyə başladı. Qarabağ müharibəsi başlayanda da Alının dediyi söz qəbul olundu. Və beləliklə ictimai rəydə, ictimai gündəmdə olan adama çevrildi və bunu Azərbaycanın elitası, həm də Azərbaycanın rəhbər heyəti də bilirdi və ona görə çalışırdılar ki, həmişə Alı ilə səfərlərə getsinlər. Alı həmişə kəndə gələndə Qazaxbəyliyə məni çağırardı ki, bir əmoğlu, gəl bir sazını da götür, gəl bir biraz söhbət eləyək.
Mən də gəlirdim, gözəl görüşürdük, bir balaca otururduq. Yaxşı olandan sonra keyfimiz bala-bala mən saat çalırdım. Bu da hərdən bir görürdüm ki, şeir deyir. Bunda da bir səs yazma diktafonu var idi. Sən demirəm, mənim havalarımın hası yaxşı çıxıb, yaxşı başardığımdan bu yazıbdır. Elə oldu ki, bunu Moskvaya çağırdılar, parlamentə çəkilişə getdi. Kənd üçün çox darıxıbmış. Bir fasilədə çıxdım ki, biraz höysələm genişlənsin. Həmin saz havasını qovub qulaq asırmış bir tərəfdə. Bir də o vaxtı başını qaldıranda görüb ki, ətrafı bütün hamı ilə doludur. İstədim keçirəm deyir, ona kimi hamı dedi ki, qoy çalsın. Ağırdan soruşublar ki, bu nədir, o nə havasıdır deyib, bu bizim milli saz alətidir, orada çalınır bu hava. Hamı gördüm deyir, orada razı, ta o hava qutarana kimi deyir, hamısı mənlə qulaq asdılar. Hava qutarandan sonra gördüm ki, hamı əl çaldı. Günlərin birində artıq mən bir neçə aydır qəzetə təzə dəvət olunmuşdum. Aktual ekranda Alını gördüm. Alı mümkün üsullarla Qarabağdakı həqiqətləri anlatmağa çalışırdı və beləliklə Alı Qarabağ mövzusunda bir qəhrəmana çevrildi. Dəli bir ağlamaq keçir könlümdə. Bəli. Bax, onun üçün elə biləcək ki, özünü ölümə hazırlayırdı o cür. Bax, orada baxıram dünyanın bir gərdişinə, bu gərdişinə. Dəli bir ağlamaq keçir könlümdə. İctimai bir ağlama idi. Xalq adından bir ağlama idi bu. Əslində hayqırtı idi. Xalqın ağısı idi. 20 yanvar ağısı idi. 1990-cı il mart ayının 24-də Bağanı Sarım kəndi odlara qalandı. Bu kənd Qazaxda yox, Azərbaycanda ilk ermənilər tərəfindən böyük miqyasda yandırılan kənd idi. Və hadisədən bir həftə sonra Alı Qazaxa gəldi. Getdik kənddə bu yanan evləri, o dəhşətli mənzərəni orada lentə aldı. Və həmin vaxtdan Alının demək olar ki, bütün fəaliyyəti Qazaxla demək olar ki, bağlı. Çünki o vaxtları Qazax ən qaynar nöqtələr idi. Qazaxa gələndə ən qorxulu yerimiz, sərhəd kəndlərimiz Barxudarlıya, Yuxarı Əsbarıya, Aşağı Əsbarıya, Bağanı Sarıma ən qorxulu yerlərə həmişə Alı gedibdi. Alı kimi jurnalist demək olar ki, 100-dən biri ola bilər. Mən o qeyrətdə jurnalist görməmişəm. Вот я хотел вам задавать такой вопрос. Вот правительство Армении или Верховный Совет Республики вот не намерен аннулировать все свои постановления, связанные с Нагорным Карабахом, чтобы дать гарантии, чтобы стабилизировать обстановку в регионе. Наконец-то вы поняли, что это Нагорный Карабах действительно исконная азербайджанская земля. Не нужно такие вопросы. Не нужно. 90-cı ilin apreli idi. O mənə dedi ki, bəs biz gedək Şuşaya. Hadisələr daha pis vəziyyətdə idi. Biz ilə Aydın Məmmədov, Ramiz Fətəliyev və neçə adamlar gəldik Zabrat aeroportuna 4 saat gözlədik. Bizə vertolyot verilmir ki, uçaq Şuşaya. Elə bilir ki, özgə bir adamlar. Palyaniska var idi. O deyib ki, olmaz. Aydın müəllimdə qayıtdı ki, mütləq uçmaq lazım. Uçduq. Düşdük Ağdam. Səhərsi günü bizi otuzdurdular BTR-lərə və BTR-lərlə bizi yola saldılar Şuşaya. İnanın, o Əsgərandan keçəndə o ermənilər hamısı yolun qırağında dayanmışdı. Az qalıb daşa bassınlar, bir dənə də xaç asmışdılar yuxarıda. Əsgərandan Şuşaya gedən. Sonra vertolyot gəldi, düşdü Şuşaya. Şuşadan biz çıxmalıyıq, bəzi kəndlərə gedib gezməliydik. Qalxanda vertolyot Yexnadzor deyilən yer var. Oradan uçdu. Bir də gördük nəsə vertolyot tərmədi. Biraz da şey olanda gördük vertolyotun içində tüstü basır. Vertolyot çox değdi yerə, çörüldü. İnanın Allah, içəridə heç kimi tanımır. Birinin başı partlayıb, birinin nə, orada dəhşətli bir vəziyyətdir. İçəridə qışqıran kim, neynəyən kim, çox pis də, belə hələ bir ölümün gözümün qabağındadır. Ya öləcəksən, ya qalacaqsən. Orada indi milli qəhrəman var, Yura Kovalyov. O da vertolyotda idi. Bizi başladılar vertolyotdan bayıra atmağa.
Atanda hamı çıxdıq, görürük ki, vertolyot yanır, partlamaq üzrədir. Qışqırıram ki, Yura, mənim kameramı ver. Dedi, operator qaç deyir, partlayış ola bilər. 2 dəqiqədən sonra bir dənə qışqırır ki, gəl kameramı götür. Kameranı belə atdı, kamera gəldi, düşdü yerə. Kaseti zadı açıldı, dedim əşi, vəziyyətdə. Alı da çıxıb ki, Füzuli çək, dedim əşi, bir kamera görüm, necə vəziyyətdədir mən çəkimdə. Bu çatladı kaset, kameranın dalı, yanı. Kaseti bağladım, belə yandı, bax, bir də onu çəkir. Bütün o hadisə çəkilə-çəkilə biz o Turşusu kəndindən, dərədən düşürük, vertolyot qalıb belə böyrü üstə. Necəsin qardaşlar? Necəsin? Yolcu bulundum burada. Şükür, şükür. Özünə bak. Sağ ol, Sumka. Eşirəm, can. Sonra dayak yiyecekler. Normal, normal. Orada bir şey getirme abi. Burası derman benim. Alı deyir ki, mikrofonu ver, mən danışım. Dedim, üstündəki ses yazır, sən danış. Bu tarihi olmaz size bir değer koş bunu. Hatta bu mikrofonu koş. Yazılır ben abisi neyse. Hakim buradan. Belki başlamışlar olmaz. Yolda kazaya uğradım. Kuşların araçlar yoktur. Lakin ağır yaralananlar var. Sonra özü də yıxıldı, halı pis oldu. Vertolyot orada partladı, yandı, alışdı. Bir də yürü cəmaat Azərbaycan kəndidə, Turşusu kəndi. Cəmaat gəldi, bizi maşınlara, kimini apardılar. Neysə gəldi Şuşaya axşam. Bir dənə belə söz dedi, çox maraqlı. Dedi, görəsən ölsəydik neyniyərdilər. Çox belə bir ki, nöqtə qoydu. Dedi, ölsəydik görəydik, bizə dinləyinincə heç nə. Qanımız deyir, batıb gedəcəkdi, belə deyil. Bizim bu reportajımız qeyri-adi bir reportajdır. Hər birimizin ömründə unudulmaz bir andır. Mən elə gəlir ki, bütün biz təqribən 33 nəfərin hamımızı yenidən həyata qayıtmışıq. 91-ci ilin noyabrın 19-da bizə bir xəbər gəldi ki, Əskəriyyən yolun bir də Qaradağlı kəndi vardı. Oranı yandırırlar, cəmaatı qırırlar. Biz vertolyotla Allahfəti Əsədovla bir Daxili İşlər Nazirlikçilərindən biz uçduq Qaradağlıya. Çox çətin yendik Qaradağlıya. Geldik ki, cəmaat qaçır. Bu hadisələr rəhbərliyə çatmışdı. Onlar ona görə ora gəldilər hamısı birlikdə. Yəni, Əskəriyyən yolun bağlanması bir də Qaradağlı məsələsində insanları belə fəlakət idi orada demiyorlar ki. Mən evdeydim, birdən zəng gəldi, gördüm Alının səsidir. Alı, tez durun gəlin, getdim həmən icra komitəsinə, gördüm iclas gedir. Fəxrəddin idi, Alı Mustafa idi, bir çoxları. Gedim kameranı götürüyüm, hər halda bunlarla gedəcəm. Gəldim ki, bunlar gedirlər. Hər halda orada 12 dəqiqə gecikdim. Bunlar hər nəfə qaydırmışdır ki, Qaradağlıdan onlar qayıdan vaxtı biz vertolyot eşidirdik. Onlar qayıdıb, deyəsən getməlidirlər Əskərənə. Amma biz Ağdamda gözlüydük də Allah ki, vertolyot eşidirdik səsi. O mənə gəlir ki, Qarakətdən qaydırdı Əskərənə sarı. Əskərənə sarı. Onda vurdular. Duyğusunun yaşantısıyla qazandı bunun. Qarabağ həmişə bizim olsun deyə qəhrəman oldu. 2017-ci il aprel ayının 14-də Alının 65 yaşı tamam oldu. Alı yaşasaydı, bu yubileyi özü böyük bir şərəflə keçirərdi. Alı cismən özü yox olsa da, ruhən millətimizin qəlbində həmişə yaşayır. Sağ olsun dövlətimiz, rayon rəhbərimiz, Bərdə rayonunda rəhbərliyinə, Qazax rayonunda rəhbərliyinə böyük təşəkkür edirəm ki, Alını heç vaxt yaddan çıxartmadılar. Alının 65 yaşını böyük səviyyədə qeyd elədilər. Alı, bax, gördüyünüz bu evdə dünyaya göz açıqdır. Bu evin tikilməyində əlavələr olunanda Alının bu evdə çox zəhməti olubdur. Həm də Alı atasının adını daşıdığına görə
El arasında ona böyük hörmət var idi. Çünki mənim babam o vaxtı haca gedib gəlibdir. O adı da atam Alıya verib. Alı da elə o kişi kimi sahib seçilən oğlanlardan biri oldu. İndi hal-hazırda da Alının bir dənə balaca davamçısı gəlib. Biz qardaşımın nəvəsinə Alının adını bağışlamışıq, Alının adını vermişik. Allahdan arzu eləyərdim ki, o balaca Alı da oxusun, böyüsün, savadlı bir oğlan olsun. Təkrar olaraq bu ad familiyanı davam eləsin. Qardaşımın oğlunun adı da Mustafa olduğuna görə bu familiya ad eyninlə təkrar olunsun tarixdə. Mustafayev Alı Mustafaoğlu. Alının 65 illiyi münasibəti ilə rayon rəhbərliyimiz tərəfindən Alının yaşadığı, boya başa çatdığı Qazaxbəyli kəndində Alı bulağı açıldı. Hər o bulaqdan keçən əylənib onun bulağından su içir, ona rəhmət diləyir. Can qurban etmənin vaxtı çatıbsa, səndən hansı namərd əsirgəyər can. Koyuram başımı ayaqlarına, ey ana torpağım, ey Azərbaycan. Üstünə ateşlər yağan torpağım, məhəbbət ocağım, ülfət ocağım.